Azərbaycanda üç qardaşın saldığı kənd. Bəli, bu kəndin adı üç qardaşla bağlıdır. Üç ailə yaşayır, üç ev var. Sivilizasiyadan kənarda qalıb, yolu belə yoxdur. Bu kənddə hər şeydən üç dənədir. Yolumuz hər kəsin marağına səbəb olan həmin kəndədir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Söhbət İsmayıllının Kənəyə kəndindən gedir. Kənd Lahıc yolundan çaydan solda sıldırımlı dərələrin arasında kiçik bir yamacda Namazgah kəndinə 3 kilometr məsafədə yerləşir. Maşın yolu yoxdur. Dəniz səviyyəsindən 1750 metr yüksəklikdədir. Əsasən maldarlıq, kartof əkini ilə məşğul olurlar. Əlavə gəlir mənbəyi ənənəvi üsulla kömür basmaçılığıdır. Kənəyə toponimi tat dilində dumanlı yer mənasını verir. Azərbaycan o qədər gözəl təbiətə malikdir ki, hər dəfə gəzdikdə bir-birindən gözəl yerlərin olduğunun şahidi oluruq. Bu dəfə ölkəmizdə ən gözəl 10 kəndlə sizi tanış edəcəm. Təbii ki, bu kəndlərdən də gözəl və səfalı kəndlərimiz az deyil. İlusu kəndi, Qax, Kiş kəndi, Şəki, Makov kəndi, Zaqatala, Xoşbulaq kəndi, Daşkəsən, Hacıkənd qəsəbəsi, Gəncə, Lahıc qəsəbəsi, İsmayıllı, Katex, Balakən, Duruza kəndi, Qəbələ, Xınalıq kəndi, Quba, Ləzə kəndi, Qusar. Azərbaycanın milyonerlər kəndi, toyları, xarici müğənniləri ölkəyə gətirmələri ilə məşhurlaşan Azərbaycanın Sankt-Peterburqu adlanan Şəmkirinin Şiştəpə kəndi ilə bağlı mühüm faktları təqdim edilir. Təmtəraqlı toyları ilə son günlər sosial şəbəkələrdə böyük marağa səbəb olan Şəmkirinin Şiştəpə kəndi haqqında əvvəllər də çox eşitmişdik. Kəndin bu qədər məşhur olmasının səbəbi isə nə yerləşdiyi ərazisi, nə də ki füsunkar təbiətidir. Hər zaman kəndlərdə görməyə öyrəşmədiyimiz lüks yaşayış, xüsusi dizaynlı evlər, bahalı maşınlar və bu kimi digər amillər Şiştəpəni özünə məxsus edib. Əhalisi təxminən 7000 nəfərə yaxındır. Şiştəpəyə həm də Azərbaycanın Sankt-Peterburqu deyirlər. Şiştəpə adı kəndin yaxınlığındakı təpəlikdən götürülüb. Kənd sakinlərinin tamamı türk əsilli olub, Oğuzların Əfşar boyundan olduğu təxmin edilir. Kənd sakinlərinin önəmli qismi Rusiya və digər xarici ölkələrdə əsasən meyvə ticarəti ilə məşğuldur. Ənənəvi heyvandarlıq da kənd iqtisadiyyatında əsas yeri tutur. Kənd sakinləri əkinçiliyə də önəm verir. Bu kəndin yazılmayan, amma hamının əməl etdiyi bir qanunu var. Harda yaşamasından asılı olmayaraq hamı toyunu kənddə etməlidir. Elə bu səbəbdən Şiştəpədə bir-birindən gözəl şadlıq sarayları tikilib. Yay ayları Şiştəpədə xüsusi toy məclisləri ilə seçilir. Daha çox məclislərə əcnəbi müğənnilər dəvət olunur. Elə bu günlərdə Türkiyənin məşhur müğənnisi Ebru Gündeş də kənddə qonaq olub. Şiştəpə sakinləri yurtlarına, ailələrinə çox bağlıdır. Kəndin sakinlərindən biri belə deyib: "Ətrafda gördüyünüz bu gözəl evlərin heç biri asan başa gəlməyib. Oğullarımız xaricdə yük daşıyaraq, əziyyət çəkərək özlərinə gün ağlayıb. Ailələrinin də rahat olması üçün buradakı yaşayışı yaxşılaşdırmağa çalışırlar. Yolumuzu, işığımızı, qazımızı onlar çəkiblər. Biri məktəb tikdi, biri xəstəxana. Yenə də nə köməklik lazımdır edirlər." Kənd sakinlərinin yarısından çoxu zəngin olsa da, burada da problemlər var. Sakinlər öz hesabına yol, qaz, işıq, məktəb kimi çətinlikləri həll etsələr də, su problemi hələ də hökm sürür. Kəndin əsas küçəsinə aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun adı verilir. 1924-cü ilə qədər bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə, o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan Sarıəhmədli, Sədərəkli, Pərzadlı, Məhərli, Mələkli, Nəsifli, Ziyadlı, Xəlilli, Maşadlılar, Namazalı, Comartlı, Arıqlı, Bağlılar, Lolaşlı və s. kimi sülalələr Şura hökumətinin qurulmasından sonra daha aşağıya Şiştəpə təpəsinin ətrafına məskunlaşdırılıblar. Araşdırmalara əsasən kənddə 2 əsrdən çox yaşı olan qəbirlər ortaya çıxıb. Bu cür tapıntılar isə onu göstərir ki, kəndin tarixi rəsmi tarixdən çox da qədimə söykənir. İlin bütün fəsillərində öz füsunkar gözəlliyi ilə hamını heyran edən, hər kəsin görmək istədiyi şəhər Şəki. Şəki ilə bağlı bəlkə saatlarla danışmaq, söhbət etmək olar. Yerin Qulağı YouTube kanalı bu dəfəki videoda Şəkidə hər kəsin marağına səbəb olan adət haqqında məlumat təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Həm təbiəti, həm də tarixi ilə əcnəbilərin diqqətini cəlb edən Şəkiyə pandemiya ilə əlaqədar olaraq barmaqla sayılacaq qədər xarici turist gəlir. Bu səbəbdən də hazırda oraya daha çox yerli turistlər üz tutub.
Şəkidə insanların ən çox səyahət etdiyi məkanlardan biri də Kiş kəndində yerləşən Alban məbədidir. Kənd Şəkidən 5 kilometr uzaqlıqda Kiş çayının sahilində dağətəyi ərazidə yerləşir. Bura Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Kəndin adı Alban tarixçisi Moses Kalankatlının Alban tarixi əsərində də çəkilir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi Tat dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən kəndin kənarından axan Kiş çayı meşə ilə əhatələnib. Kənddə çox sayda qədim tikililər mövcuddur. Kəndin yaşlı sakinlərindən olan Şəfiqə nənə ilə həmsöhbət olduq. Şəfiqə nənə bildirdi ki, 2 ilə yaxındır buraya çox az sayda turist gəlir. İndi hava şəraiti ilə əlaqədar demək olar ki, gələnlərin sayı azalıb. Yayda gəlib gedən çox olur. Kəndə gələn qonaqlara Kişə aid qızıl əhmədi alması təklif edirəm. Burada hər kəs öz əl işini, hazırladığı nələrisə evinin qarşısına düzüb satır. Mən də öz bağımın məhsulunu satıram. Almanın 1 kiloqramını müştərilərə 2 manat 50 qəpiyə təklif edirəm. Bəzilərinin məlumatı olmur. Mən də bu meyvənin faydasından danışıram. Kişə məxsus qızıl əhmədi alması həqiqətən çox faydalıdır. Kişin özünə məxsus adəti var. Burada çay daşlarından hörülmüş kənd divarında xüsusi olaraq nəzir qoymaq üçün yer hazırlanıb. Kənd sakinləri buranı ziyarətgah adlandırır və hər gün oraya imkanları çatan qədər pul qoyurlar. Ehtiyacı olan insanlar da oradan keçərkən həmin pulu, nəziri götürüb ehtiyacları üçün istifadə edirlər. Şəfiqə nənə deyir ki, oraya qoyulan nəziri imkanı olmadığı üçün daha çox o özü götürür və ehtiyaclarını qarşılayır. Kim istəsə götürə bilər. Bu pul yol gəlib gedən hər kəs tərəfindən qoyulur. Əvvəllər mənim də atamın evinin divarında elə bir yer var idi. Hamı ora qoyurdu nəzirini. Yolumuz uzun ömürlər diyarı, Azərbaycanın gözəl, gəzməli bölgələrindən biri olan Lerikədir. Uca dağların qoynuna, meşələr, yaşıllıqlar diyarı Lerikə. Piran kəndinə gedirik. Bal süfrəsinin qonağıyıq. Düzü, başımızın üstündə gəzişən arılar adamı ilk baxışdan ürkütsə də, ciddi təhlükə yoxdur demək olar. Ərazisi 3 hektar olan turizm müəssisəsində arıçılıq təsərrüfatı fəaliyyət göstərir. Keçi saxlanılır və keçi əti, keçi südü, keçi pendiri istehsal edilir. Arıçılıq təsərrüfatına 2 arı yeşi ilə başlayan müəssisə sahibi 25 ildir bu peşə ilə məşğuldur. Artıq 100-dən çox arı ailəsi var. O deyir ki, əsas məqsədi bal məhsulunu artırmaqdır. Həqiqətən də uzun ömürlər diyarı Lerik balı çox dadlı və fərqlidir. Fərqi belə izah edilir ki, burada təbiət, ağac, ot örtüyü, çiçəklərin keyfiyyəti rol oynayır. Lerik bağı həm də flora faunasına görə digər yerlərdən seçilir. Bəlkə də baldakı ləzzət suya görədir. Bu balda olan mikroelementlər digər rayonlarda olan bala görə fərqlənir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.